Bir dəqiqəyə belə bir gilas çək. Qabiliyyətə ehtiyac yoxdur, uşaq da bunu bacarır. Sənə sadəcə qələm, pozan və kağız lazımdır. Adi qələmlə gilasların yerini qeyd edirik bu şəkildə. Formalarını da qeyd edə bilərsən içdən. İkinci gilası da onun yanında çəkirsən, biraz yuxarıda. Sonra bu şəkildə xəttləri aparıb birləşdirirsən. Və ondan sonra sadəcə qələmə möhkəm basmadan gilasın içini doldurursan, tona salırsan və başlayırsan barmağınla yaymağa. Çalış kağızın izləri qalmasın. Ondan sonra tünd qələmi götürüb bu hissələri mən tündləşdirirəm. Sadəcə videoya baxaraq təkrarlamağa çalış.